1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə voleybol festivalı keçirildi. Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə Dənizkənarı Milli Park ərazisində reallaşan tədbirdə federasiya rəsmiləri, 12 yaşadək voleybolçu qız və oğlanlar, məşqçiləri, ailələri və media nümayəndələri iştirak etdi. Festival çərçivəsində uşaqlar arasında simvolik yarışlar və müxtəlif oyunlar təşkil olundu. Aslında yeni başlayanlar için inkişafına hazırlık yapmak için yaptığımız bir organizasyon. Çocuklarımız bizim geleceğimiz. Şu anda zaten görmüş olduğunuz gibi oyun kurallarını çok daha basitleştirdik. Voleybol oyun kuralları çok çetin normalde. Bu yaş grubunun gelecek yılda müsabakaları, yarışları olacak. Ve bu katılımı çoğaltarak arttırmayı planlıyoruz. Azərreilin 10 və 14 yaşlı qızlardan ibarət komandasının baş məşqçisi Allah Həsənova voleybola marağı olan uşaqlara tövsiyələrini verdi. Bilirsiniz, idmanın həyatını çox çətindir, amma çox maraqlıdır. Canım ağrıyır, yorğunsan, canım istəmir, amma sən məcbursan, səhərdən axşama qədər məşq eləyərsən. Əgər nə isə bacarmaq istəyirsənsə, belə həyat yaşamalısan. Tədbirin keçirilməsində əsas məqsəd federasiyanın strategiyasına əsasən voleybolun ölkəmizdə həm kütləviliyini, həm populyarlığını təmin eləməkdir. Və bu tədbir də bu istiqamətdə görülən işlərdən biridir. Qarşıdakı mövsümdən etibarən də bu bizim ilk mövsümümüzdür bu yaş kateqoriyalarında. Növbəti mövsümlərdə artıq daha təkmilli şəkildə eyni tədbirləri keçirməyi planlaşdırırıq. Biz tariximizdə ilk dəfə olaraq təlim məşq toplantısına gəlmişik. Çoxlu müsbət emosiyalarımız var. Bu çox gözəl gündür, uşaqların bayramıdır. Mən hər kəsi bayram münasibəti ilə təbrik edirəm. Ölkəyə, voleybola, bütün insanlara uğurlar arzu edirəm. Çox şadıq. Qızlar çox perspektivlidirlər. Ən əsası oynamaq arzuları çox böyükdür. Burada bir çox qız voleybolla məşğul olmaq istəyir. Voleybol Federasiyasına təşəkkür edirik. Mən böyüyəndə voleybolçu olmaq istəyirəm. Mən milli komandada olmaq istəyirəm. Anama dedim ki, mən də voleybola getmək istəyirəm. Anam da sağ olsun, icazə verir getməyimə. Voleybol mənim üçün hər şey deməkdir. Qeyd edək ki, festival Bakı ilə yanaşı müxtəlif bölgələrdə təşkil olunub. Tədbirdə ümumilikdə 94 komanda iştirak etdi. Təbrik edirik.